sağa. Diqqətlə piyada keçisi, piyada, gözlər piyadanın, düzdür, piyada keçisini keçməsə də sağını yandı. Sağdan nişanı görsən, yol ver nişanı və məcbur sonunda piyada var, ehtiyatlı ol. Məcbur sağa nişanı. Git bax, heç kim yoxdur, traktor kəsir, gözləmə ehtiyacı yoxdur. Stop nişanı deyir ki, dayanaq baxaq, düzdür. Bir bazı baxırsan, indi bax, solun yanında biz o sola keç, bax, bəyək buradan dönmüşdü, indi o zoltan dönəcək. İndi sağını yandır, öz zonundan dön, oldu. Bax, yol ver nişanı var, uzaq, 2.4 yol ver nişanı. O nişanın təsir sayısı altında qardaş, dayanmağa ehtiyacı yoxdur. Baxırsan, əgər maşın gəlirsə sürüb gəlirsən, yox, əgər ki adam gəlirsə, maşın gəlirsə, bəli, bu zaman dayanmağa ehtiyacı var. Dayanmalısan və yol verməlisən. Aydın dostum. 2.4 yol ver nişanla, 2.5 yol ver nişanının fərqi nədədir? 2.4 yol ver nişan elə yerdə quraşdırırlar ki, sən dayanmadan belə görə bilirsən ki, oradan maşın gəlir, yoxsa gəlmir. Əvvəlcən təyin edə bilirsən, lazım olsa dayanırsan, lazım olmasa gedirsən. Amma 2.5 stop nişanı var, ha, dayanmadan keçmək qadan nişan. O nişan elə yerdə quraşdırırlar ki, məhdudiyyət var nisbətən. Sən yol aycan çıxmadan və ya stop qətlinin qarşısına gəlmədən solunu sağını rahat şəkildə görə bilmirsən. Ona görə dayanırsan, baxırsan, mütləq 2 saniyə, 3 saniyə və ya 5 saniyə təkərlər dayanır. Aha, ehtiyatlı ol piyadan. Və bu zaman nə baş verir? Baxdın, əmin oldun, maşın gəlsə də dayanırsan, gəlməsə dayanırsan. Bax, 2.4 yol ver nişanından, 2.5 stop nişanın fərqi budur. Çox adam deyir ki, bunların nə fərqi var? Elə biri bəs edir, amma elə deyil. Fikrimi çatdıra bilirəm. Bax, o bizim gəldiyimiz yol ayrıcından biz solumuzu rahat şəkildə görürdük. Amma daha belə məhdudiyyət olan döngələrdə, məsələn, solumuzu rahat görə bilmirik və ya sağımızı rahat görə bilmirik. Piyada keçisində piyada var. Ehtiyatlı olaq, azaldaq sürətimizi və piyadanı gözləyək. Aha, indi gedə bilərik. Ehtiyatlı ol, sağındakı avtomobildən də biraz artıq sürətini. İndi sağına bıraq, qoy keçsin geçsin onu. Sağa keçə bilirsən, sağını yandı, biz olaq. Artıraraq, artır. Artır dostum, avtomobil yaxınlaşır bizim. Tez artır. Aferin sənə. Yavaş-yavaş. Biz olaq da sağa, sağda yandıraraq. Keç, gecikmə. Bax, köməkçi məndə sağ cizə ver, getdin. Gəl, sola bax, dön. Gələn yoxdur, döndük. Yaşa. Orta zoğa düşdün. Sağa dönərkən birinci zoğa düşmək lazımdır. Lazım olarsa, yəni orada düz gedəcəksən. Maniyə varsa birinci zoğda, o zaman ikinci zoğa düşmək lazımdır sağa dönərkən. Lakin biz elə birinci zoğa düşərkən sağımızı gördüyündə orada məhdudiyyətlər var. Ona görə orta zoğa düşməyində olardı. İndi dostum, biz səninlə buradan sağa dönmüşük, düzdür, qarşıdan. İndi bu zoğda davam edək, sağa yox, sola dönəcəyik. Bizim təlim dərslərində, yəni bizim məqsədimiz nədir? Sizin sürücülük potensialınızı artıraq, peşkarlığınızı artıraq. Yəni bir istiqaməti bir yer sürmürük, bir neçə yerlər sürürük. Lazımı döngələrin hər birini işləyirik şəhərdə. İndi bax, sola dönəcəyik. Sola dönmüşünü yandır. Bax, diqqətlə, burada 3 zolaq var. Birinci zolaq, ikinci zolaq, üçüncü zolaq, düzdür mü? Bax, indi qaranlıqda görsəmir. Normalda burada nişan da olmalıdır. Məlumat verici nişanlar var. 5.8.1 və ya 5.8.2 olmalıdır. Bax, diqqətlə, yerdə çəkiblər. Amma solğun görsən, qaranlıqda sürücü görə bilmir. Bax, indi qaranlıqda nişan da yoxdur. Sən görməsən, sağa dönsən 40 manat cərimə qalacaqsan. İndi, bax, bu zolaqda sola dönənlər sonra biz də sola dönürük, orta zolaqdan. Sən sola dönərkən biraz geniş götür ki, solunu sıxma, solundakı avtomobilləri sıxma. Çünki orada dönərkən orada 2 zolaq var. 2 zolaq keçdi, 2 zolaq keçdi. Biraz artır, yüngül artır. Məsələn, indi ayağını qazan çək. Sola dönmə hələ ki, biraz geniş götür, tələsmə. İndi döndər. Afərin, düş öz zolağına. Bax, bu. Aydındır. Yox, bu zolaqdan biz gəlsəydik, o zaman da sağa çıxmayacaktın, sağındakı avtomobili sıxmamalıydın. Aydındır dostum, elə dönməliydin ki, bu zolağa düşməliydin. Bax, təhlükəsinin əsasları budur. Özünü belə qorumalısan, başqanı belə qorumalısan ki,